Siyəcən rayon təhsil şöbəsinin metodisti Yadullah Kərəmov. Allah müəllim, ümumiyyətlə Siyəzən rayonunda keçmişə baxsaq, keçmişə nəzər yetirsək, Siyəzən rayonunda bugünkü təhsilin inkişafı nə yerdədir? Mən 1993-cü ildə təhsil şöbəsində işləyirəm və deyək ki, bizim təhsilimizin uğurları ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlıdır və o gündən başlayaraq bizim təhsilimiz mütəmadi dinamik inkişafa malikdir və bir çox təhsil uğurlarımız var ki, biz daim Şimal rayonunda, Şimal regionunda Siyəzən təhsili həmişə hərdən Sumqayıt şəhərindən geri qalır. Qalan vaxtlarda isə biz mütəmadi olaraq Şimal regionunda birinci yeri tuturuq. Bu uğurların əsasında mən dedim ki, ulu önlərimizin zəhməti durur, hakimiyyətə gəlməsi və sonraki 1999-cu ildən başlayan təhsil sahəsində islahatların uğurla həyata keçirilməsi rayonda çox böyük müvəffəqiyyətlər əldə edilməsinə kömək etmişdir. O vaxtı hamımız yadındadır ki, bizim uşaqların təkcə məktəblərə cəlb edilməsi problem idisə, indi belə problemlər yoxdur. Artıq təhsilə dövlət səviyyəsində çox böyük qayğı var və 2003-cü ildən başlayaraq hörmətli prezidentimiz İlham Əliyevin hakimiyyətə gəlişindən sonra demək olar ki, məktəblərimizin az qala yarısı tamamilə təzələnib. Məktəblərin maddi, texniki bazası möhkəmləndirilib. Ölkə üzrə hər 29 nəfərə əgər bir kompüter düşürsə, Siyəzən rayonunda hal-hazırda bu rəqəm 27-dən də azdır. Yəni bizim bütün məktəblərimiz yuxarı sinif 5-9-11-ci siniflər kompüterlə təmin olunub. Bunun çox böyük, necə deyil, islahatçı kömək olub ki, bizim müəllimlər də, uşaqlar da artıq internetdən istifadə edirlər, dünya təhsil sisteminə inteqrasiya edirlər və bunlar təhsilimizin ən böyük uğurlarından. Yadında müəllim, ötən illərə nəzər salsaq, yəni bu il və yaxın illərdən Siyəzən rayonundan ali məktəblərə qəbul hansı statistika nəyə göstərir? Hansı nəticəni verir? Təhsilin əsas məntiqi nəticəsi ali və orta ixtisas təhsillərinə qəbulla bağlıdır. Çünki 11 il zəhmət çəkən müəllim axırda gözləyir ki, onun zəhmətinin nəticəsi nədir? Bu mənada Siyəzən rayon təhsil şöbəsinin uğurları çox böyükdür. Biz hər il artan müsbət göstəricilərlə nəticə əldə edirik. Belə ki, 2009-2010-cu dərs ili bizim üçün həm islahatların 10-cu ili olub, həm də böyük uğurlarımız olub. Bizim demək, imtahan verən keçən il 244 nəfər məzun ali məktəbə qəbul olmaq üçün ərizə vermişdir. Onlardan 226 nəfəri qəbul imtahanlarda iştirak etmişdir. Rayon üzrə 109 nəfər məzun keçən il ali məktəblərə qəbul olub. Onlardan 24 nəfəri əvvəlki illərin, qalanı isə 2009-cu il məzunlarıdır ki, bu da çox yüksək göstəricidir. Orta respublika göstəricisindən xeyli yüksəkdir. Və fəxrlə deyə bilər ki, bizim keçən il 9 nəfər məzunumuz xarici ölkə ali məktəblərlə qəbul olub. Bizim keçən il, bizim yetirmələrimizdən 2 nəfər magistrimiz, biri Çexiyadadır, bir də Amerika onlar magistratura təhsilini davam etdirirlər. Yəni, Siyəzən təhsili bir dəqiqə həm yaradılan bir şəraitdən yaxşı istifadə edir, həm də müəllimlərimiz doğrudan da onlara göstərilən etimaddan bəhrələnirlər. İllərin bünövrəsi təhsil islahatlarının artıq ikinci mərhələsinin başlanmasından başlayır. İkinci mərhələ başlayıb ki, burada da tamam yeni məzmunlu, yeni formalı təhsil tədris edilir ki, bu da bunu başlamışıq. Artıq 1-2-ci siniflər 2 ildir ki, yeni kurikulumdan fən tədris edilir. Artıq bu il 3-cü siniflər bu iş, bu proses davam etdirilir.
Sonra bizim təhsilin beynəlxalq təhsilə inteqrasiyası üçün çox böyük işlər görülür və Təhsil Naziri tərəfindən qəbul olunan o beynəlxalq layihələr bizim rayonda da mütəmadi yerinə yetirilir. Yəni biz yeniliklərlə xarici ölkələrin müsbət pedaqoji təcrübələrindən istifadə edirik və bunun məktəblərimizdə tövsiyə edirik ki, onlar bunlardan istifadə eləsinlər. Çoxlu dəyirmi stollar keçirilir, müəllimlərə bu barədə böyük məlumatlar verilir. Sonra ən müasir tədris metodlarını təbliğ eləmək üçün bizim müəllimləri təkmilləşmə institutuna orada dərslər keçirlər, öyrədənin kursu var bizdə ki, ən də müasir olsa biz onları mütləq məktəblərə çatdıra bilirik. Motor. Salam, hal-hazırda biz Siyəzən rayon təhsil şöbəsinin binasının qarşısındayıq və bizim auramız çox gözəldir. Burada Sözü təqdim edəcəm. Mən Əzimova Töhfə Camul qızı, Siyəzən rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi vəzifəsində çalışıram bugünkü gündə. Xoş gəlmisiniz. görəm, bizim sizə bir neçə suallarımız olacaq səhiyyə ilə bağlı, yəni Siyəzən rayon səhiyyəsi ilə bağlı. İlk öncə bilmək istəyirik ki, bax bu keçmişə nəzər saldıqda bugün səhiyyədə nə kimi inkişaflar var? Yəni, nə kimi dəyişikliklər var səhiyyəmizdə? Keçmişə nəzər saldıqda, Bəli. bugün səhiyyəmizdə, əgər ümumiyyətlə səhiyyəmizi götürsək, əlbəttə inkişaf daha çoxdur. Daha çoxdur. Bu saat ölkəmizdə, Azərbaycanın bütün regionlarında yeni diaqnostika mərkəzləri tikilir. Xəstəxanalarda müasir standartlara uyğun təmir işləri gedir. Müasir standartlara uyğun tibbi avadanlıqlarla təmin olunurlar. Bu müqabildə Siyəzən rayonunu götürsək, Siyəzən rayonunda deməli yeni standartlara uyğun müalicə diaqnostika mərkəzi fəaliyyət göstərir. Ora tam deməli əminliklə demək olar ki, onu diaqnostika mərkəzində bizim bütün deməli şöbələri, doğum, terapiya, cərrahiyyə şöbələri gözəl fəaliyyət göstərir. Bu Siyəzən rayon Mərkəzi Xəstəxanasında deməli bizim binalarımız biraz yararsız formada olduğu üçün biz üçün deməli yeni regionlarda iqtisadi inkişafla əlaqədar olaraq dövlət proqramında yeni poliklinika xəstəxana binalarının tikilməsi nəzərdə tutulmuşdur. Yəni bu binalar tikintisindən sonra bizdə də işin gedişi daha bundan müsbət nəticələr verəcək. Hal-hazırda işimizdə, fəaliyyətimizdə yeniliklər çoxdur. Deməli, əsas deyə bilərəm ki, səhiyyənin inkişafında biz Siyəzən rayon Mərkəzi Xəstəxanasının iş fəaliyyətində onları qeyd edeyim ki, biz deməli, uşaq əhalisinə xidmət daha üstün götürülür. Uşaqların deməli, peyvəndləri vaxtlı-vaxtında, infeksion xəstəliklərə qarşı peyvəndləri vaxtlı-vaxtında aparılır. Bütün kəndlərdə, şəhərin özündə uşaq əhalisinə xidmət göstərilir. Hal-hazırda biz uşaqlarda 11.000 əhalisi var, 18 yaşa qədər Siyəzən əhalisi var. Onlarda elektron sağlamlıq kartı, tibbi müayinə kartlarının üzərində işləyirik. İyulun 31-nə qədər bu elektron sağlamlıq kartlarını biz ümumiyyətlə işləyib əhaliyə təhvil veririk. Yeni bir sistemdir bu.